Tarixən bizim ölkədə quzu ətinin çox populyar olduğunu nəzərə alsaq, bir vərdiş olaraq biz həmişə quzu əti, daha kiçik quzunun kababını yeməyə öyrəşmişik. Amma bioloji və qida dəyəri baxımından dəyərləndirmə etsək, quzu ilə biraz daha yetişmiş qoyun ətini müqayisə etsək, ən başlıca fərqi kollagen dediyimiz birləşdirici toxuma zulalı var. Məhz o birləşdirici toxuma zulalına görə biz xaşı falan bişiririk. Həmin o kollagenlə yetişmiş ət daha zəngindir. Yəni quzu ətinin yumşaqlığının elə səbəbi oradakı o kollagenin olmamasıdır. Xatırladıram ki, çox zəif yetişməmiş kollagendir bu və orqanizmdə əti yeyərək, quzu deyil də qoyun ətini yeməklə biz eyni anda yetərincə daha faydalı kollageni ala bilirik. Bu kollagen bizim əzələlərimiz üçün, oynaqlarımız üçün, bağlar üçün, vətərlər üçün, bağırsaq divarı üçün, dəri üçün, xanımlar xüsusən gözəllikdən danışarkən həmin o kollageni bir daha qeyd eləyəcəm, quzu əvəzinə daha yetişmiş ət yeməklə, artıq quzu deyil, biraz böyümüş qoyun əti yeməklə biz daha çox ala bilirik. Və bir komponenti də qeyd eləyəcəm, ətin bioloji və qida dəyəri içində yağın da böyük önəmi var. Quzuda yağ azdır, amma bizim orqanizm üçün mütləq doymuş faydalı yağlar da lazımdır. Yetişmiş ət, qoyun əti yeməklə biz faydalı yağ da ala bilirik. Beləliklə, mən seçiminiz varsa daha yetişkin əti, quzu əti əvəzinə biraz böyümüş qoyun ətini yeməklə daha faydalı həm kollageni, həm yağ dəyəri zəngin ət almağı tövsiyə edirəm.